Ötən gün Ağdamda bədbəxt hadisə nəticəsində gənc həyatını itirib. Hadisə rayonun Zəngşalı kəndində yaşanıb. Kənd sakini 25 yaşlı Hikmət Sadiqoğlu Mahmudlunun müəssisədə məntəqə müdiri vəzifəsində çalışan atası Sadiq Mahmudova texnikanın sınaqdan keçirilməsi zamanı kömək eləyərkən traktora qoşulmuş torpaq ödən aqreqatın altında qalıb. Hikmət Mahmudlu aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Hikmət Mahmudlu evin tək oğluymuş. Sumqayıt şəhərində gəncin ölümü ilə nəticələnən hadisə qeydə alınıb. Hadisə şəhərin futbol meydançalarının birində qeydə alınıb. Belə ki, 2003-cü il təvəllüdlü Əliyev Müsü Etibaroğlu futbol oynayarkən qəfil halı pisləşib. Ətrafdakı şəxslərin köməkliyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.